Aprelin 9-udur və həftəmizin çərşənbə günüdür. Sağlam təhsildəsiz, Sağlam Radiodan hər kəsə buradan qucaq dolusu salamlarımızı çatdırırıq və bugün həftəmizin çərşənbə günü olduğu üçün biz adətən bu günlər bilirsiniz ki, Sən Birsən layihəsi haqqında danışırıq və Fəridə xanım Sən Birsən layihəsinin təsisçisidir Fəridə Quluzadə. Salamlayıram Fəridə xanımı, xoş gəlmisiniz. Salam əleykum. Necəsiz Samirə xanım? Mən təşəkkür edirəm, xoş gəlmisiniz Azərbaycana, Bakıya. Təşəkkür edirəm. Vətənimə, ürəyimə, canıma xoş gəlmişəm. Təşəkkür edirəm. Və bugün eyni zamanda Fəridə xanımla yanaşı proqramımızda sponsorumuz olan World Karyera və Peşə Mərkəzinin direktoru Nərmin xanım Mustafayeva da var. Nərmin xanım, sizi də xoş gördük. Xoş gördük. Mən bilirəm ki, bugün ən çox inşallah ki, reallaşacaq layihələrdən danışacağıq, hansı ki, çox az bir vaxt qalıb. May ayının 3-ündə dinləyicilərimizin diqqətinə çatdıraq ki, may ayının 3-ündə möhtəşəm bir Təhsildəsən 4 forumu gəlir. Özünü təhsildə görənlər, pedaqoqlar, psixoloqlar, təhsil sahəsində çalışan ekspertlər, mütəxəssislər, hər kəs bu təlimlərdə, bu forumda iştirak edə bilər. Bildiyim qədərilə spikerlər artıq mən paylaşımlardan görürəm ki, müəyyənləşib əksəriyyəti, amma spikerlər müəyyənləşib. Birdən kimsə müraciət etmək istəsə, şərait yarada bilərsən? Bəli, əlaqə saxlaya bilərlər bizlə. WhatsApp nömrəmizə əlaqə yazıb ətraflı məlumat əldə edə bilərlər. Bax belə. Hə, Fəridə xanım, xoş gəldiniz bir daha. Təşəkkürlər bir daha. Necədir işləriniz? Pozitiv ümumiyyətlə həmişəki kimi o enerjini ötürürsüz. Girən kimi ötürdünmü? Əlbəttə. Ümumiyyətlə nəinki bizim proqramımıza, ümumiyyətlə ofisə daxil olarkən bunu hər kəs yəni hiss eləyir. Fəridə xanım, təbii ki, çox xoşdur sizlə görüşmək və mən verilişdən də əvvəl belə deyək də ən çox onu düşünürəm ki, Fəridə xanım gələcəksə, demək ki, mən buradan elan etməliyəm dinləyicilərimizə. İş imkanlarına yeni qədəm qoyanlar, karyera qurmaq istəyənlər, bilin ki, məhz Fəridə xanımın icra etdiyi layihələr, təlimlər, master klasslar hər kəs üçün tətbiq olunur və hər kəs də bu təlimlərdən faydalana bilər. Əlbəttə ki, bunun da özünün sirləri var, hansı ki, burada əsas olan kriteriyalar var ki, Fəridə xanım deyir ki, bu olsa, məsələn, insanlarda onlar daha tez uğura çatacaqlar. Başlayaq? Başlayaq. Bugün mövzumuz çox maraqlıdır. İlk olaraq birinci dəfə bizə qoşulanlara demək istəyirəm ki, Sən Birsən insanın gücünə inanan beyin mərkəzidir. Beyin mərkəzi bu ümumiyyətcə dünyada artıq belə bir format var. Adı gedir Think Tank. Bu formatın əsas məqsədi nədir bu beyin mərkəzlərinin? Cəmiyyətdə baş verən önəmli bir məsələlər, problemləri araşdırmaq, yön göstərmək, dövlət və qeyri-dövlət sektorları ilə bu vacib məsələlərin həllini tapmağa kömək eləməkdir. Bax, beyin mərkəzinin mahiyyəti budur. Bizdə də Azərbaycanda ümumiyyətcə beyin mərkəzləri çox azdır, amma insanla bağlı beyin mərkəzi demək olar ki, heç yox idi. Ona görə də sırf Sən Birsəni beyin mərkəzi olaraq yaratmaq qərarını aldım. Bilirsiniz, bu böyük bir məsuliyyətdir Samirə xanım, deyim sizə nəyə görə. Artıq biri var, sən hansısa bir şirkətsən və s. sən bir hədəfin ola bilər. Amma beyin mərkəzində sən bir insanlara əgər uğura çatdırmaq istəyirsənsə də motivasiya ilə yanaşı mexanizm önəmlidir. Ona görə də şükür Allaha ki, Sən Birsəndə həm motivasiya, həm mexanizmları düşünmüşük deyin. Tam əminliklə deyə bilərik ki, Sən Birsən insanın gücünə inanan beyin mərkəzidir. Bugün nədən danışacağam? Bugün panel iclasımız nə ilə bağlı? Deməli, bugün motivasiyadan danışdıq. 3 verilişdir ki, insanlara onlarda var olan gücündən fərqindəlik yaratmaq çalışıram. Pis yaxşı bilmirəm, amma niyyətim odur. Bu bir. Tamam, insan inandı ki, onda o gücü var. O uğura çata bilər. Hara getsin? Neynəsin? Baxın, standart işə götürən və iş axtaran üçün arasında standart bir mexanizm var bütün dünyada. Bu nədir? Adi CV formatı. Adi CV formatı bir kağızdır. Kağız üzərində yazılan o format təcrübəsi çox olan, bilikləri çox olan, ümumiyyətlə iş təcrübəsi en qədər olan insan üçün
möhtəşəmdir. Dil biliklərini də bunlar Təbii əlavə ki, edək. hamısını, yəni kompüter bilikləri, dil bilikləri, təcrübə, qatıldığı proqramlar, o yazdıqca yazır, onun CV-si möhtəşəm olur və CV-lərin arasında seçilir. Düzdürmü? Təbii. Təbii ki, yaxşı və təcrübəsi az olan, biliyi natamam olan, dil bilikləri olmayan insanlar necə olsun? Aha! Düzdür, o CV-lər bir balaca digərlərindən kənara qoyulur. Amma arada bir nəzər yetirmək lazımdır o CV-lərə də. Baxaq görə orada bəlkə nəsə bir diqqətimizi cəlb eləyə bilər. Deməli, daşı fikirləşək ki, kimsə nəzər yetirdi. Baxacaq kağıza, 3-4 cümlə doldurulmuş bir kağızdır. Onu heç intervyuya belə çağırmayacaq. Çünki maraq doğurmadı. Bəli. Oturdum, çox düşündüm ki, motivasiya olan insanı ümumiyyətcə necə formatı dəyişdirim ki, o daha gözəl, daha özünü göstərə bilsin bu formatda. Çünki adi CV formatında o özünü göstərə bilmir. Çox düşündüm və ağlımıza nə gəldi? Azərbaycanda ilk video CV bazasını yaratdım. Baxın. Bəli, keçən dəfə də proqramımızda qeyd etmişdiniz. Samirə xanım, uğur görülən işdə deyil, qoyulan pulda deyil. Uğur detalları doğru görəndə, hədəfə doğru. Yəni hədəfini müəyyən edirsən və ona yönəlik işdə əgər doğru detallara, nöqtələrə toxunursansa da nəticə möhtəşəm olur. Az pul xərcləsən belə. Buna tam əminəm. Baxın, bir dənə CV formatının dəyişdirilməsi iş axtaranlara nə verəcək? Video CV. Video CV bazası ümumiyyətcə ölkə miqyasında həm iş axtaran üçün, həm ümumiyyətcə iş yerləri, şirkətləri üçün çox önəmli bir dəyişikliklər verəcək. Nə kimi? 1. Hansı qurumlara və insanlara bu faydalı ola bilər? 1. İş axtaran insan üçün. 2. Məşğulluqla bağlı bütün qurumlara. 3. Təhsil ocaqlarına, 4. Karyera mərkəzlərinə. Bu 4 strateji, hər ölkə üçün strateji bir qurumlara bu video CV bazası faydalı olacaq. Video CV bir insana nə edə bilər? Baxın, ilk olaraq təcrübəsi və biliyi az olan insan artıq özünü şəxsiyyət kimi önə vermə imkanı yaradılır. O nəinki biliklərin, özünü, görünüşünü, danışmaq tərzini, enerjisini, motivasiyasını, işə hazır olduğunu, bədən dilini, jestləri ilə hər şeyi işə götürəni inandırmaq üçün bütün imkanı yaradır. Hətta bu o səviyyədə olmasa belə, yəni başqa başa düşdünüz nə demək istədim? Yəni başqa cür vəziyyətdə də hələ o səviyyəyə çatmayıb, amma yenə də müəyyən bir danışığı ilə deyim o video formatda özünü inandırmağı bacarmalıdır. Hər kəs bunu bacarmır. Məsələn deyim, o şəxs ki onu bacarırsa afərin ona. Birincisi video CV bazası, yenə də deyirəm ki, belə bir qrup şəxslərə, hansıları ki siz bilirsiniz ki, gənclərimizin də çoxsu var, bilikləri az ola bilər, amma danışanda enerjisi, onun belə o həvəsi insanı inandırır. Video CV start üçün, bu gənclərin startı üçün möhtəşəm bir vasitədir bu bir. İkincisi, artıq video CV bazası ölkədə insan resursları ilə məşğul olan insanlar üçün çox vacib olacaq. Niyə görə? 1. Bu bazada mini intervyu kimi istifadə edə biləcəklər. Yəni video CV, adi CV və intervyu bir arada olacaq. Bəli. Onlar həm öz namizədlərinin qərarlarını tez verəcəklər. Bu bir. İkincisi, real olan namizədləri görüb, onların danışıq tərzlərini, özünü ifadə eləmək, özünü göstərmək, hamısını ümumiyyətcə enerjilərini, motivasiyalarını daha erkən mərhələdə görüb doğru seçimini eləyə biləcəklər. 3. Vaxta qənaət eləyəcəklər. Tonlarla adi CV-ləri oxumağa ehtiyac yoxdur. Çünki məsələn, bəzi işlər var ki, orada imенно что pozitiv yanaşma, dil özünü ifadə eləmək, bunlar çox vacibdir. Adi CV-də onu görə bilmirlər.
və məcburdular ki, o insanları bir intervyuya çağırsınlar. Hər bir çağırılan insan ən azı 15-20 dəqiqə intervyu olunur. Görün necə vaxt itkisidir. Amma bu video CV-də artıq siz bilirsiniz ki, 1-2 dəqiqə yetərlidir ki, insanın həm potensialını, enerjisini, hissiyatını, özünü ifadəsindən ən azı bir yarıdan çox məlumat versin. Olar bir sual verim Bəli. sizə bu ərəfədə. Bəli. Baxın, təcrübəsi olan, iş qabiliyyəti çox yüksək, yəni belə deyək, faydalı iş əmsalı yüksək olan şəxs hansı ki, bütün hansısa bir iş yerinə getsə, orada onu belə deyək də qucaq dolu qarşılayırlar və s. Belə bəzən insanlar da rastla, belə işçilər də bəzən qarşımıza çıxır ki, həmin insanların heç də danışmaqla o qədər də arası olmur, belə rahat bir dillə desəm. Amma bu o demək deyil ki, heç də bu o demək deyil ki, həmin insanın nə iş imkanları aşağı səviyyədədir, nə savadı, nə və yaxud təhsili başqa cürdür, digərlərindən fərqlənir. Xeyr, sadəcə o belə deyək də, çox iş görüb az danışmağa çalışan insandır. Ya da bu da onun belə deyək xarakterinə bağlı olan bir şeydir. Bəs bu zaman sizin o video format necə kömək edəcək həmin şəxsə? Birincisi video CV. Sizin özdə. Video, mən, bizim, olsun bizim. Birincisi video CV bazası bu bir alternativdir. Adi CV formatı öz yerində qalır. Bu bir alternativdir. Siz bilirsiniz ki, alternativlər nə qədər çox olsa, müxtəlif qrup insanların hədəfə çatmasına kömək eləyəcək. Bu bir. İkincisi, bu siz dediyiniz təcrübəsi, bilikləri çox olan insana video CV ehtiyac da yoxdur. Onun adi CV-si onsuz da mükəmməldir. Onu ona baxıb götürəcəklər. Amma sizə bunu da burada deyim ki, var. Mən bütün layihələrimdə hər kəsi fikirləşmişəm. Baxın, dünya dəyişib. Biz bunu istəsək də, istəməsək də, artıq iş bazarı, məşğulluq bazarı dəyişib. Stereotiplər dəyişib. Bütün işçilərdən tələb olunan tələblər də dəyişib. Artıq o söz var, türklərin çox gözəl, yox o dünya. Bütün işçilər, hansılar ki, bir şirkətdə işləyir, onlar o şirkəti təmsil eləyir. Və dil bacarığımı olsun, ünsiyyət bacarıqlarımı olsun, nə qədər çox olsa, o qədər o işçi irəli gedəcək. Ona görə də mən fikirləşirəm ki, birinci etapda təcrübəsi az olan, daha çox ehtiyacı olan gənclər istifadə edəcəklər bu video CV bazasından. Amma sonra artıq dövlət və qeyri-dövlət sektorları bu bazanın real, canlı iş bazarının göstəricisi kimi, platforması kimi qəbul eləyəndə və faydasını görəndə, artıq inanın mənə, seçimi eləyəndə adi CV yox, məhz video CV bazasından eləyəcəklər. Və belə olduğu halda o video CV-ni dırnaq arası desəm bəyənməyib adi CV göndərənlər belə məcbur o bazaya da video CV-lərini çəkəcəklər. Nəyə görə? İşə götürənlərə çıxış almaq üçün. Bu bir ilk olacaq Fərdə xanım. Bəli, bu bir ilkdir. Azərbaycanda bir ilk. Təbii ki, test etmək lazımdır. Hər bir işdə test mütləq lazımdır və siz həm işə götürən tərəfdən bu gün çıxış eləyəcəksiniz sağlam təhsildə, həm də belə deyək də işə qəbul olmaq istəyən tərəfdən. Maraqlıdır. Bu video CV-də hansı bölümlər əlavə oluna bilər, hansı ki yoxdur adi CV-lərdə? Varmı belə bir fikriniz? Biz buna da toxunarıq. Var. Hamısı var. Səmirə xanım, Bəli. Çox xoşlayıram sizlə söhbət eləməyə. Mən də. Yəni Qarşılıqlı bu peşəkarlığınızı həqiqətən də çox gözəl ötürürsünüz və kömək eləyirsiniz söhbət. Bu haqda danışarıq. Görək bu CV ümumiyyətlə necə bir CV olacaq? Hansı belə deyək internet portallarında yerləşdiriləcək. Yəqin ki, xüsusi bir saytı olacaq bunun. Fəridə xanım bunu bizə birazdan deyəcək. Nərmin xanım, sizdə vəziyyət necədir? Nərmin xanım da bilirəm ki, qaça-qaçdadılar. Bilirəm təhsildəsən forumu və hazırlıq işləri, baxmayaraq ki, may ayının 3-də həyata inşallah ki, keçiriləcək. Biraz istəyəcəm sizdə harda keçiriləcək və o detalları öyrənim. Amma bu hazırlıqlar bilirəm ki, çox sürətlə gedir. Yəni, iş çoxdur. İş çoxdur. Təhsildəsən 4, artıq ad etibarilə 4-cü, amma mahiyyət etibarilə bizim 7-ci keçirdiyimiz tədbirdir. Böyük bir
tədbirdir. İldə 2 dəfə təşkil olunur. Bir təhsil sektoru artıq öz işini yekunlaşdıranda may-aprel aylarında, bir də təhsil sektoru fəaliyyətə artıq yenidən öz dönəminə başlayanda sentyabr-oktyabr aylarında ildə 2 dəfə təşkil olunur. Hal-hazırda mayın 3-də Bakı Biznes Universitetində böyük bir layihə hazırlaşırıq. Özünü təhsildə hiss edən, özünü təhsildə görən hər kəsin rahatlıqla iştirak edə biləcəyi, rahatlıqla böyük faydalar əldə edə biləcəyi bir forumdur. Forum sərgi formatında təşkil olunur. Hər foruma bu cür, yəni hazırlıqlarla başlayırsınız. Yəni iş çox olur, hər dəfə iş çox olur, yoxsa artır hər dəfə necə? Bir ifadə var, deyir həyəcanını itir. Hər hansısa bir işlə bağlı həyəcanını itirdiyin gün deməli həmin işi artıq yekunlaşdırmalısan. Bizi bu işə bağlayan, bizi belə deyək də öz işimizi sevməyimizə səbəb olan bu həyəcandır. Artıq 4-cü dəfə keçirməyimizə baxmayaraq hər dəfə eyni həyəcanla, böyük bir həvəslə. Həyəcan varsa demək məsuliyyət var, əlbəttə. Və mənə maraqlıdır ki, baxın, hər forumda bilirəm ki, eyni spikerlər də bəzən olur, amma yenilər də cəlb olunur. Mən elə gəlir ki, bu dəfəki forumda daha çox spiker çıxış eləyəcək. Yəni kənardan elə müşahidə edirəm bunu. Bəli, daha çox spiker və fərqli mövzularda. Yəni mövzuları biz elə seçməyə çalışırıq. Hər dəfə spikerləri onu düz vurğuladınız ki, hər dəfə eyni spikerlər də var. Bu auditoriyanın sevdiyi insanlardır. Yəni auditoriyanın sevdiyi, dəstəklədiyi və hər dəfə o səhnədə görmək istədiyi spikerlərimiz var. Onlar bizim belə deyək dəyişilməz spikerlərimizdir. Dostluq münasibətləri yaranır. Bir də auditoriyanı ələ almaq, bizim artıq forumun özünün belə deyək də bir azarkeşləri, pərəstişkarlar da var. Hansı ki, artıq biz forumun vaxtını açıqlamayanda özləri belə soruşurlar ki, sizdə forum nə vaxt olacaq? Yəni iştirakçı qismində iştirak edən bir pərəstişkarlarımız da var və onların da xüsusilə istədiyi, tələb etdiyi spikerlər var ki, onlar dəyişilməzdir, hər dəfə forumda olurlar. Amma biz çalışırıq ki, hər dəfə fərqli sahələrdən fərqli insanları çıxardaq, cəmiyyətlə tanış eləyək. Bizim əsas məqsədimiz budur ki, təhsildə öndə olanlar, yəni bu işin həqiqətən, yəni təhsili həqiqətən dəyər verən, önəm verən insanların daha ön format, daha ön sıralarda olmasını çalışırıq. Ona görə də hər dəfə spiker siyahımızı dəyişirik, yeniləyirik, maraqlandırırıq. Bu dəfəki forumun mövzusu nədən ibarət olacaq? Əsasən kreativlik üzərindən qurulub, yəni təhsildə sən kreativsən hashtag-nə belə deyək də, devizi ilə hal-hazırda hazırlaşırıq biz bu foruma. Fəridə xanım, mən elə gəlir ki, orada mütləq olacaq. Çünki kreativlik dedikdə Fəridə xanım yada düşür. Fəridə xanımın özünə ayrıca bir forum təşkil etmək lazımdır. Fəridə xanımın spikerlik kimi üçün ayrılan 15 dəqiqəlik vaxt kifayət edə bilməz. Yox, mən təkcə spikerlik kimi nəzərdə tutmadım. Fəridə xanımın özünə başlı başına bir forum, sadəcə olaraq sırf Fəridə xanımla bağlı olan bir forum lazımdır ki, ancaq öz fikirlərini izləyiciyə çatdıra bilsin. Əlbəttə. Kreativlik təbii ki, insanın yaradıcı olmasından xəbər verir. Nə yaxşı ki, bizim elə sağlam təhsildə bu cür insanlarla biz görüşürük. Deməli, işə qəbul olmaq istəyənlər yeni bir təkliflə Fəridə xanım hal-hazırda çıxış eləyir. Yəni hansı ki, normal CV-lərə adət etmişik, yəni görmüşük. Adətən bu cür şəkildə daha çox iş tapmaq imkanını əldə eləyirsiniz hal-hazırda bizə qulaq asan dinləyicilər olaraq. Amma bir format da var ki, video format şəklində də bu CV-ləri belə də təqdim edə bilirsiniz qarşı tərəfə, hansısa bir şirkətlərə. Fərq etmir. Sadəcə bu CV-də digər CV-dən fərqli olaraq hansı bölümlər daha da əlavə olunacaq, təklifləriniz nədən ibarət olacaq Fəridə xanım deyə bilərsiniz. Deməli, ümumiyyətcə saytımız elə qurulub ki, hər bir vətəndaşın orada özünün şəxsi kabinet yaratma imkanı olacaq. Bu şəxsi kabinetdə həm adi formatda öz təcrübəsini, biliklərini yaza biləcək və həmən kabinetdə də öz video CV-sini yerləşdirəcək. Yəni burada bir məqam var ki, İnsanlar, bu bir seçimdir. İstəsə yerləşdirir, istəməsə yerləşdirməyə də bilər. Əgər insan, məsələn, mənim hər zaman uşaqlıqdan kommunikasiya, özünü təqdim eləmək, dil bacarığım, ümumiyyətcə enerjim yüksək olub. Niyə də mən onu istifadə eləməyim ki, iş tapmağımda? Amma adi CV formatı mənə buna imkan vermirdi. Deməli, mən özüm namizəd olsaydım, məmnuniyyətlə video CV-mi çəkərdim. Qoyardım ora. Həm insanlar baxanda hara elə qəşəng məqama gəldi. Elə kabinetə yerləşdirəcək, yükləyəcək. Bu video CV-ni olacaq bir ümumiyyətcə format olaraq orada yükləmə imkanı olacaq. Öz telefonundan çəkə biləcək onu. Biz orada ümumiyyətcə başa salacağıq, necə çəkilməlidir, nətər çəkilməlidir. Bir dəqiqə ərzində özü haqqında qısa məlumat verəcək. Bu şəxs.
Gəlin mən də qeyd edim. Aha, Bəli. deməli, Bir dəqiqə ərzində özü haqqında adı, soyadı, təhsili varsa təhsili, təcrübəsi varsa da ümumiyyətlə iş təcrübəsi olsun, ümumiyyətlə harasa qatılıbsa da ondan danışa bilər. Və ən əsas da ümumiyyətlə öz maraqlarından da danışa bilər. Ümumiyyətcə öz maraqları, hədəflərindən danışa bilər və inanın mənə ki, artıq sosial şəbəkələr insanları ayrı bir formata düşünməyə yönəldi. İnsan, çünki mənim öz profilimdən görürəm ki, insanlar 2 dənə mənim videoma baxır, elə bil məni 100 il tanıyırlar. Elə bir komment verirlər. Yazıram ki, siz hardan bildiniz, deyir Fərdə xanım. Biz 2 dənə video baxan kimi, məsələn, müxtəlif insanları bilirik ki, bu kim? Özü də necə dəqiq bir təsəvvür. Yəni bu sosial media insanları dolayısı olaraq video CV formatını örgəşdirib. Və inanın mənə ki, axtardığı namizətə onsuz da bir işə götürən öz axtardığı namizəti işə götürəcək. Nə barədə? Öz kriteriyalarına uyğun namizəti işə götürəcək. Ona çağırıb, intervyu eləyib, yox cavabı verib, həm o insanı demotivasiya eləyir. Həm özü vaxt itirir, həm özü məyus olur. Amma burada artıq rahat şəkildə girəcək evdə bazaya, filtrlarını qoyacaq, meyarlarını. Və əgər namizətin kabineti, CV-si adi, ona maraqlıdırsa, video CV-sini dinləyib erkən seçimini eləyəcək. Başa düşdüm. Yəni orada həm də kabinetdə yazılı şəkildə də olacaq o CV ki, o baxsa daha sonra desin ki, bir baxım görüm danışığı necədir məsələn. Çox doğru. Yenə də deyirəm ki, bu əsas alternativ. Mütləq ki, insan həyatda nə vaxt problemlə razılaşır? O vaxt ki, tupika düşür. Bu yol var, bu mənə uyğun deyil, ikinci yol yoxdur. Uçurum. Amma adi format göndərdim CV-ləri, məni çağırmadılar intervyuya. Onda keçirəm video CV bazasına, öz video CV-mi göndərirəm. Həm işə götürənlərin önündə çıxışı artırıram, həm öz bütün potensialımı göstərə bilirəm. Bu çox vacibdir. Alternativlər nə qədər çox olsa, cəmiyyət bir o qədər çox hədəfinə çatacaq deyə düşünürəm. İlkin təsəvvür yazılarla bir 50% olanda video ilə bu biraz da arta bilir və yaxud əksinə. Baxın, əksinə çox gözəl. Çünki danışıqdan da çox şey asılıdır. Bəzən inandırmaya da bilər həmin qarşı işə götürəni. Baxın, ümumiyyətcə İlham Əliyevin sərəncamı ilə, biz hamımız bilirik ki, prezidentimizin sərəncamı ilə ölkədə rəqəmsallaşmaya doğru getməliyik. Artıq bu rəqəmsallaşma, bu dövlət strategiyası səviyyəsində qəbul olunan bir formatdır. Video CV bazası həm distant iş, tele iş və rəqəmsallaşmaya tam uyğun bir formatdır. Fikirləşin. Siz bilirsiniz ki, sən bilsən, hamını fikirləşmək məcburiyyətindədir. Çünki bu yola insan deyib çıxmışam. İnsan rayonda yaşayan da insandır, savadı olan da insandır, olmayan da insandır. Biz ayrıcılıq qoymadan bu yola çıxmışıq. Baxın, distant iş video CV bazası. Rayonda oturub, video CV-sini yazacaq, göndərəcək ora. Artıq mən bir insanı işə götürəndə onu çağırım, 10 dəqiqə söhbət üçün, soram yox deyim. Bu nə dərəcədə görün, bu adam gələcək başlayaq. Və həmin anda yox deməyənlər də var. Vaxt uzanır, deyir ki, biz sizə xəbər edərik. Bu da aylar gedir. Çox gözəl. Bu da göndərəcək video CV. Əgər o mənə lazım olan adamdırsa, dərhal onu çağıracağam. Həm işə götürmə şansı artacaq, həm real işlərə onu çağıracaqlar. Yəni qeyri-real olmayan, belə pis çıxmasın, insan gəlir, 2 cümlə deyir, artıq işə götürən ağlında deyir ki, bu mənim axtardığım adam deyil. Elə deyil. Ona görə o video CV-yə baxıb artıq nə onu yoracaq, nə özünü yoracaq, tam hədəfə doğru seçimlərini eləyə biləcəklər deyə düşünürük. Bitirmisiniz yoxsa hələ üzərində iş gedir? Demə, siz elə bir məqama toxundunuz ki, video CV, siz bilirsiniz ki, bu sayt adi bir sayt deyil. Əgər bir saytda video CV-lər yüklənəcəksə, onun serveri, onun tutumu çox geniş olmalıdır və işlək olmalıdır. Yəni işləmək prinsipi və s. bu adi bir sayt deyil. Adi bir sayt olsa belə biz bir həftəyə o saytı yarada bilərdik. Bu saytı sırf işləmə tərəfini düşünüb, daha
yüksək səviyyədə eləmək qərarını aldıq. Yola çıxdım. Bu yol necə də uzun, necə də insanları tanıma şansı verdi mənə. Və ən də əsas siz bilirsiniz də mənim baş tacım Allahdır. Allahın da bir daha böyüklüyünü, ədalət prinsipini tanımağıma imkan yaratdı. Siz inanın mənə ki, o saytı ilk olaraq bəzi qurumlarla eləmək istədim. O qurumlardan hə cavabı aldım belə, amma heç bir nəticə görmədim. Heç kimsə dəstək olmadı və siz bilirsiniz axı məni. Dönmək yoxdur. Tam irəli. Yəni məqsədin düzdürsə, məqsədin lazımlıdırsa, heç kim sizi yoldan çəkindirə bilməz. Hansı çətinliklərlə məsələn üzləşdiniz? Maraqlıdır. Baxın, dinləmək bizim çox maraqlı bir mən ümumiyyətcə bu sahibkarlıq, sosial sahibkarlıq yoluna çıxanda çox qəribə bir həm insanlarla rastlaşdım, həm yanaşmalarına. Baxın, səni birincisi insanlar nəyisə dinləməyə açıq olsalar belə, əgər Səmirə xanım sizi dinləyiblərsə də və sizə çox gözəl deyiblərsə də, o demək deyil ki, o insan əlini ağdan qarıya sizin üçün vuracaq. Mən bunu çox gözəl anladım. Siz vədlər çox olur. Vəd nədir? Tərif nədir? Yəni sizə inanın ki, bir saat sizə tərif deyən bir insan sizə görə adi elementar bir işdə adınızı da çəkməyə böyük bir iş görər. Heç çəkməz belə. Bunu mən gördüm. Bunu gördüm, amma geri dönmədim. Sonra eləyəcəm deyən insanları gördüm. Eləmədilər. Eləmədilər, dərd yarı ola bilər, hər şey ola bilər. Bugün mən söz verirəm, sabah ilk imkanlarım həyat elə gətirə bilər ki, mən sizə dəstək ola bilmərəm. Amma bir soruşaram, bir deyərəm. Heç soruşmayan insanlar gördüm. Sən dəyərlisən, fikirlərin möhtəşəmdir, insanlara lazımdır deyənlər və əlində bütün imkanlar olanlar sənə görə heç də eləməyənlər. Bunu çox gördüm. Sadəcə onlar bir şey bilmirdilər ki, bu yola çıxanda mən insan deyirəm ha, amma dediyim insan fərdlər deyil. Mən insanları dəstək olmaq bir fərd olaraq bir hədəf götürsəm, çoxdan məyus olmuşdum. Həmən elə yola çıxdığım insanlar məni o yoldan çəkindirəcəkdi. Amma mən işimi tam əvvəlcədən görmüşəm. Allahın sevgi ilə, dəyərlə yaratdığı insanlara dəstək olmaq üçün yola çıxmışam. Bu yolda da mənim yeganə kimə hesabat verəcəyim bir varlıq Allahdır. Ona görə də bu yolda məni geri heç bir fərdlə çəkindirə bilməz. Tam irəli. Yəni tamamlanmayıb hələ ki işlər davam edir. Saytımız hazırdır. Tam olaraq hazırdır. Adı necə gedəcək? Adı goodjob.az gedəcək. Nə ilə bağlıdır? Deməli, good job, yəni bu niyə görə ingilis dilindədir adı? Bunu başa salım. Siz bilirsiniz ki, bu saytda ikinci yeniliyimiz var. O yeniliyi ümumiyyətcə çox möhtəşəm bir yenilikdir. Bugün ondan danışmayacağım. Çünki o yeniliyə ayrı bir veriliş lazımdır. Onun müsbət mənfi cəhətləri üçün danışmaq üçün bu sayt bir insanın iş tapmasına yönəlikdirsə də, bu bütün ölkələrdə prioritet bir sayt ola biləcək bir potensiala malikdir. Onu düşünüb, niyə ki Azərbaycanda yaradılan sayt formatı ondan sonra o birisi ölkələrdə bizi təmsil eləməsin. Onu düşünüb bu adı ingilis dilində qoymuşuq. goodjob.az. Bir daha şey çıxım. Bu iş imkanları təkcə ölkə daxilində adına toxundunuz deyə bu sual. Bəli. Hələlik ölkə daxilindən ilk şamil olaraq olunacaq. start
azdan başlayır. Goodjob.az. Anladım. İnşallah növbəti mərhələdə goodjob.com, goodjob.tr və s. bütün dünyada, Rusiyada .ru və s. bütün dünyada bu modeli istifadə eləmək hədəfləmişik. Təbii ki, bu Amma xaricdə yaşayan və həmvətənlərimiz də bu sayta daxil olaraq özləri üçün hər hansı bir işçi axtara bilərlər. Niyə də olmaz? Hər kəs orada distant işə, yəni onlayn işə, gündəlik iş imkanları, yəni bütün ayrıca biz bölüm olaraq, yəni part-time işlər, distant işlər və gündəlik iş hamısını orada düşünmüşük. Yəni gözəl. Düşünmək, Tələbələr xüsusən məsələn yararlana bilərlər. Burada bir nöqtə var. Yenə də deyirəm ki, bəzi işlər nə zaman nəticə verir? Nə vaxt ki, detalları düşünürsən. Mən gənclərlə, yəni yalan desəm, yüzlərlə gənclərlə araşdırma apardım. Fokus qrup elə, sən bir sənin ofisinin özündə. Bir-bir onları çağırdım, onların dərdlərini, fikirlərini, yəni problemlərini soruşdum deyə birinci yola çıxdım. İkincisi də şirkət rəhbərlərini. Yaxşı, siz kimləri axtarırsınız və axtaranda sizə nə lazımdır, nə kömək edir yoxsa yox. Sonuncu aldığım feedback yeni bir fikir yaratdı mənə. Baxın, şirkətlər gündəlik ya da saatlıq işçi axtarırlar. Gəncləri istəyirlər. Onları tapırlar, amma gənclər bir şirkət məcburdur işçi ilə öz arasında müqavilə bağlasın. Bu da mütləq ki, gəncin bir vöyünü olmalıdır. Amma vöyün olmasa onu işə götürə bilmir. Biz bu tərəfdən də gənclərə dəstək olmaq üçün mexanizmlər fikirləşirik ki, sırf hüquqi cəhətdən biz o gəncin problemini öz üzərimizə götürək sayt olaraq. Əsas onlar işə götürəndən toqqaşa bilsinlər. Onların iş birliyi alınsın deyin. Bu çox böyük bir işdir. İnşallah alınsa artıq gənclər bizim saytdan vasitəçi kimi istifadə eləyib müxtəlif işlərdə işləyə biləcəklər. Təxmini nə vaxtda düşünürsünüz? Deməli, sayt tam olaraq hazırdır. Test etməyə heç olmazsa. Artıq test mərhələsi hazırdır. Tam sayt hazırdır. Elə bugün görüşürəm. Bizim sayt üzrə partnyorumuz Erbi Qrupdur. Erbi Qrup Ağır müəllim sağ olsun ilk gündən, inanın ilk gündən də desəm az olar, ilk cümləmdən mənə dəstək olmaq yoluna çıxdı və dediyim bu yolda bütün sözlərini tutdu. Bu bilirsiniz nə böyük bir şeydir Samirə xanım. Bir insanın Mən belə başa düşüm, çox az adam var belə ətrafımızda. İnanın mənə, Bağır müəllim mənə qol qanadı oldu. Yəni bütün təcrübəsini, bütün komandasını bu saytın işləməsinə yönəltdi və bu gün də ondan görüşürük. Sayta videolar çatmırdı. Dünən ürək gənclərim, baxın. Bir dənə cümlə dedim ki, gənclər, mənə videolar çəkmək lazımdır. Dəstək olarsınız. Dünən o istidə, dedim ona məkanı dedim, gəldilər, yorulmadan, mənə dəstək oldular. Gənclər, əzizlərim, Fəridə Quluzadə bu yola ilk olaraq sizin üçün çıxıb. Bunu hər dəfə demişəm Samirə xanım. Gənclər ürəkdir. Gənclər təmənnasız insanı dəstəkləyən bir qrupdur. Gənclərə çox şey lazım deyil. Onların ilk o startında dəstək olmaq, qalanını özləri eləyəcəklər. Biz böyüklər bunu eləməliyik. Çünki bizim vaxtımızda bizə bunu edənlər çox az olub. O baxımdan mənə gəlir ki, indiki gənclərin həqiqətən də şansları üzlərini gülə bilər. Çünki bu imkanları onlar yaradan nə qədər insan var ətrafda. Həqiqətən dünən qonaqlarımız var idi. O xanımlar da çox gənc idilər. Nərmin xanım yəqin ki, təsdiqləyərsiniz. Həqiqətən çox mən şad oldum, qürur duydum əslində. Çox gənc olmasına baxmayaraq artıq şirkət qurublar, xaricdə təhsillə bağlı danışırdılar. Yəni mən gedəndən sonra da belə düşündüm ki, doğrudan necə gözəl bir haldır. Yəni çox gənc olmasına baxmayaraq artıq öz işini qurub, öz karyerasını qurub, öz üzərində işləyir. Nə qədər dil imkanlarına malikdir o xanım. Yəni buradan adını çəkməyi, yəni əslində unutmuşam adını. Əsmər xanım idi, səhv etmirəmsə. Əsmər xanım və Gültən xanım. Gültən və Əsmər, bəli. Çox xoşuma gəldi. Yəni indi sözümün canı ona gəlir, çatır ki, mənə belə gəlir ki, indiki gənclər zaman çox sürətlə gedir, rəqabət artır, ətrafda. Baxın, hər bir işə götürən üçün nə lazımdır? Baxacaq, deyəcək, bu işçi də məndə var.
demək ki, biz nəyə qoymalıyıq ortaya? Bu insanın yəni başqa nə imkanları, bacarıqları var. Öz üzərlərində demək ki, iş yəni çalışmalıdırlar. Bu onlara imkan verəcək ki, həmin o işə götürənlər həqiqətən seçimlərini onların üzərində dayandırsınlar. Düzdürmü? Yəni bu da dildən də keçir, bacarıqdan da keçir, başqa iş qabiliyyətlərindən də keçir, peşə belə deyək də baxımdan faydalanmaqdan da keçir. Təkcə təhsil ala bilərsən, işləyə bilər, amma bir də peşəyə, hansısa bir peşəyə də yiyələnməyin özü, bir onun ustası olmağın özü də bir sənə avantaj yarada bilər. Niyə də olmasın? Mənə elə gəlir ki, o saytlarda nə qədər insan peşəyə yiyələnə bilər, düzdürmü Fəridə xanım? Siz çox gözəl bir məqama toxundu Samirə xanım. Bravo. Həqiqətən bravo peşə. deyirəm sizə, bir şey çox bravo. Niyə görə deyim sizə, başa salın. Baxın, video CV bazasının ən gözəl bəyəndiyim tərəfləri odur ki, gənc özü hansı peşəyə daha uyğundur bilməyə bilər. Özünü tanımaya bilər. Bəli, istiqamət Hansı vermək lazım. istiqamətini görməyə bilər. Amma bazıya baxan mütəxəssislər bir baxışda o insanın yolunu müəyyən etməyə malik olan bir qrupdur. Onlar o gəncə yazanda ki, məsələn, siz danışırsınız, mən Samirə xanımam, mən oxumuşam məsələn Dillər Universitetində, mən sizə bir mütəxəssis kimi yazıram orada ki, Samirə xanım, aparıcı olmaq istəmirsiniz? Deyirsiniz, mən aparıcı, siz axı özünüzü görmürsünüz kənardan. Mən deyirəm, bəli Samirə xanım, nitqiniz çox gözəldir, fikrinizi çatdırmaq çox. Baxın, ikinci üstün cəhəti nədir bu video CV bazasının? Gəncləri özünü tanımağa, öz peşələrini seçməyə, öz yolunda, çünki uğur öz yolundadır. O öz yolunu tapmasa, o orada yorulacaq, geri çəkiləcək, axıra qədər getməyəcək o uğur yolunu. O video CV bazadan gələn təkliflərdən gənc həm özünü tanıyacaq, həm özünə əminlik yaradacaq, həm harasa gedəndə artıq o həmən Samirə xanıma soruşanda ki, Samirə xanım, sizin güclü cəhətləriniz nədir? Deyəcəksiniz ki, mənim çox gözəl nitqim var. O əminlik sizə o geri dönüş verdi. Bəli. O geri dönüşlərdən özünüzü tanıyacaqsınız. Özünüzü biləcəksiniz və özünüzü tanıdığınız məqam öz yolunuzu tapacaqsınız və həmişə nə deyirəm? Uğur qaçılmazdır. Öz yolunda insan oldusa, o yola çıxdırsa, o yolda uğur qaçılmazdır. Nərmə xanımın da əlavəsi var deyəsən. Həm də tələbələrlə işlədiyinizə görə mən bilirəm ki, belə də kənardan görməyə ayrıca siz sırf birbaşa olaraq tələbələrlə daha çox işlədiyinizə görə həm bu dil kurslarında bir çalışan bir şirkət olur rəhbəri olaraq da. Mənə elə gəlir ki, indiki gənclərimizin avantajları daha çoxdur. Sizə elə gəlmir. Əvvəllə müqayisədə indiki gənclərimizin avantajı, üstünlükləri daha çoxdur. Çünki məlumatı əldə etmək sürətimiz artıb. Yəni istədiyimiz məlumatı, istədiyimiz bazanı əldə etmə sürətimiz artıb. Fəridə xanımın layihəsi kimi bir çox layihələr var. Fəridə xanım layihəsi bu dəqiqə hal-hazırda gənclər üçün ən optimal layihələrdən biridir. Bu layihəni ona görə biz də dəstəkləyirik. Hamı tərəfindən bilinməsini buna görə tərcih edirik. Eləcə də hal-hazırda bizim mayın 3-də hazırlaşdığımız Təhsildə Sən layihəmiz də gənclər üçün çox gələcək karyeralarının qurulmasında, özlərinin inkişaf elətdirməsində ideal bir layihədir. Çünki adından da bəllidir ki, Təhsildə Sən layihəsi özünü təhsildə görən hər hansı bir kateqoriyaya bölünməyib. Kim ki özünü təhsildə hiss edir, təhsildə görür, onların toplaşdığı bir forumdur. Tədbirin keçirilməsi 2 hissədən ibarətdir. Forumdan və sərgidən. Forum hissədə sizin də qeyd etdiyiniz kimi müxtəlif mövzularda spikerlərimizin çıxışı nəzərdə tutulub. Bu spikerlərin çıxışı zamanı həm psixoloji yanaşmalar olacaq, həm hal-hazırda innovativ metodlar, təhsildə innovativ metodların tətbiqi, bunlardan danışacağıq. Həm də ki, sərgi hissəsində müxtəlif təhsil şirkətlərinin, bu ola bilər həm psixoloji mərkəzlər, həm xaricdə təhsil şirkətləri, həm dil mərkəzləri öz xidmətlərini gələn ziyarətçilərə, yəni forumda iştirak edən ziyarətçilərə çatdırma
imkanını əldə edəcəklər. Yəni belə deyək, bir valideyn də uşağının xaricdə təhsili ilə bağlı bir yekun qərar verə bilmir. Çünki bilirik ki, hal-hazırda şirkətlər çoxdur. Biz də o şirkətlərdən biriyik. Digər şirkətlərlə necə fərq olsun, necə seçim eləsin? Bu məqamda artıq təhsildə səndə sərgidə iştirak eləməklə iştirak edən bütün şirkətləri bir-bir ziyarət edib, şirkətlərin xidmətləri ilə birəbir tanış olduqdan sonra daha rahatçılıqla qərar verə biləcəklər. Eləcə də bizim forumda iştirak edən şirkətlər demək olar ki, hamısı xüsusi kampaniyalar hazırlayıb. Sırf forum günü ilə əlaqədar olaraq həmin gün stendə yaxınlaşanlara, stendi ziyarət edənlərə xüsusi endirimlər nəzərdə tutulub. Ona görə də təhsildə sən forumu da hal-hazırda gənclərin inkişafı üçün, gənclərin öz karyerasına qurması üçün önəmli forumlardan biri kimi hesab edirik biz də. Uğurlar arzulayıram və söhbətimizi davam etdirəcəyik. Mən bir daha sadəcə Nərmin xanımdan onu soruşum ki, qeydiyyat üçün müraciət etmək üçün 055 674 72 30 nömrəsinə WhatsApp-a yazmalıdırlar. Bu nömrə kifayət eləyir. Aha, aydındır. Yerlər necədir? Hələ ki var da bildiyim qədərilə. Layihənin hal-hazırda elanlar biz təzə paylaşmışıq. Layihə hal-hazırda, yəni yeni və biz uzun müddətdir çalışırıq əlbəttə ki, amma layihənin elan olunması yeni başlayıb deyə. Hal-hazırda bilet satışı davam eləyir. Bilet satışı ilə bağlı da yenə sizin qeyd etdiyiniz nömrə vasitəsilə əlaqə saxlaya bilərlər bizimlə. Bax belə. Təşəkkür edirik məlumat üçün də və qayıdacaq söhbətimizin ardı gələcək. Bir daha xatırladıram. Bugün qonaqlarımız World Karyera və Peşə Mərkəzindən icraçı direktor Nərmin xanım Mustafayeva və eyni zamanda Sən Birsən layihəsinin təsisçisi Fəridə Qulzadədir və bugün video CV-lərlə bağlı bizə bu CV-lərin necə tərtib olunması, ümumiyyətlə nə kimi üstünlükləri ola bilər, iş tapmaq imkanı baxımından, işə götürülmə imkanı baxımından nə kimi üstünlük verə bilər bu bizə, bu haqqda məlumat verdi. Ən sonda baxın kimə faydalı olacaq bu sayt, o haqqda məlumat, ümumiyyətlə dizaynı falan bu işlər də tamamlanıb, onu öyrənmək istəyirəm. Bəli, dizayn işləri hamısı içi, kabinetlər hamısı hazırdır, tamamlanıb. Əsas məsələ bu sayt kimə faydalı olacaq? Bir, ilk olaraq təcrübəsi az, bilikləri az olan, amma özü var olan insanlara bu bir. İkincisi, ümumiyyətcə təhsil ocaqlarına, çünki təhsil ocaqlarının əslində təhsildən başqa o təhsil verdiyi gəncləri işə yönəltmək kimi bir yolları da var. Bu onlara start vermək üçün gənclər üçün ideal bir vasitədir. Üçüncüsü, məşğulluqla məşğul olan bütün dövlət və qeyri-dövlət sektorlarına. Çünki bu baza aktiv, canlı, namizədlər bazası olacaq. Və bu baza həm statistik, həm strateji olaraq ölkədə real iş axtaranların potensialını görmək, onlara üzrə strategiya qurmaq imkanı yaradacaq. Bax Samirə xanım, bu çox vacibdir. Həmişə detallara gedirəm. Əgər sən qrupuvu görmürsənsə də iş axtaranları, onu tanımırsansa da ona kömək eləmək çətindir. Amma bu canlı bazanı görmək, oradakı aktiv iş axtaranların potensialını, yönlərini izləmək insana onlara kömək eləmək üçün daha çox yardımcı olacaq. Sayta daxil olan videoları izləyən şəxslər də hardasa özlərində bir mələkədə daha da bacarıqlarını artırmaq üçün səy göstərəcək. Çünki baxacaqlar ki, onsuz da mənim kimi insanlar var burada. Mən daha nəsə başqa bir şey eləməliyəm, daha da diqqət cəlb eləməliyəm ki, belə deyək ki, mənim üzərimdə dayansın. Çox gözəl sonuncu nöqtəm olsun ki, son zamanlar ümumiyyətcə bütün işə götürənlərin ən çox gənclərdən tələb elədiyi kriteriyalardan biri onların ünsiyyət bacarıqlarıdır. Özünü təqdim etmə və şirkəti təqdim etmə bacarıqlarıdır. Və bu video CV bazamız məhz bu istiqamətdə gəncləri təkmilləşdirəcək deyə düşünürəm. Əla. Uğurlar arzulayırıq Fəridə xanım, amma mən təbii ki, yenə də gözləyirəm sizi ki, bu ümumiyyətlə mənim üçün maraqlı gəlir. Sayt barəsində və ümumiyyətlə bu video CV barəsində daha hansı vəziyyətdəsiz İkinci yeniliyimiz. Gələn dəfə ikinci yeniliyimiz o zaman anonsunu etməyək. Böyük bir səbirsizliklə təbii ki, kreativ düşüncələrinizi nəzərə alaraq bunları da inşallah gələn dəfə işıqlandırarsınız. Ünsiyyətdən danışdınız, xarici dil öyrənmək, başqaları ilə ünsiyyət qurmaq və əlaqə
əlaqə yaratma baxımından çox faydalıdır. İstər yeni iş axtarırsınızsa, istərsə də ki, dünyanı səyahət etməyə planlaşdırırsınızsa və yaxud da ki, özünüz istəyirsinizsə ki, hətta işləməsəz belə, evdə olsanız belə xarici dili biləsiniz. Yəni digər insanlardan niyə fərqlənəsiniz ki, başqa mənada? Yəni ki, kimsə danışacaq, müəyyən bir terminlərdən istifadə edəcək, amma siz kənardan belə də ki, naşı kimi baxacaqsınız və bu da yaxşı görünməyəcək. Ona görə bu vəziyyətdə qalmayasınız deyə World Karyera və Peşə Mərkəzi sizi düşünür. Bax belə, peşə baxımından da düşünür, dil baxımından da düşünür. Mərkəz daha çox korporativ şəkildə xarici dillərin öyrədilməsi ilə məşğuldur. Korporativ endirimlər də var, online, offline, necə istəyirsiniz, sərfəli qrafik əsasında bu dərsləri sizin üçün həyata keçirəcək müəllimlər də var, peşəkar müəllimlər. Dil öyrənməyə deyərdim ki, başlamağın elə tam zamanıdır. Əlaqə nömrəsi 055 674 72 30. WhatsApp-a yazacaqsınız. 055 674 72 30. Nərmin xanım, sizin də işlərinizdə, hazırlıq işlərinizdə uğurlar arzulayıram. Hələ ki vaxtımız var. Gələn verişlərdə də biz yenə də təhsildə sən 4 forumuna hazırlıq prosesi ilə bağlı sizdən yeni məlumatları öyrənəcəyik. Çox sağ olun ki, gəldiniz. Biz təşəkkür edirik belə maraqlı verilişə görə yenidən sizə. Digər proqramlarda yenidən görüşərik. Görüşərik. Sağlıq olsam, belə diqqətinizə görə minnətdaram. Sağ olun, salamat qalın.